Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb. Bu haqda Səni Axtarıram verilişində deyilib. Atası efirə zəng edərək bildirib ki, Rahid mayın 7-sində Biləsuvardan çıxıb və sonra telefonuna zəng çatmayıb. Türkiyədə xarici gəmidə işləyirdi. Sənəd düzəltmək üçün evdən çıxıb. 200 saatdan sonra telefonuna zəng çatmadı. Polisə müraciət etmişik. Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xammurad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xammurad Hüseynov 17 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə hadisə ötən il Masallı rayonu Şıxlar kəndində baş verib. Xammurad Hüseynov və dostu Aslan Ağazadə ilə qabaqcadan əlbir olaraq tanışları Seymur Alışanovu qətlə yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Ağazadənin qətl hadisəsini törədərkən anlaqsız olduğu qənaətinə gəlib və o cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.